Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən kapitan Həmid Həmidli. O, xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən hərbi qulluqçulardan biri olub. 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman zabitin həyat və döyüş yoluna nəzər salaq. Mərdliyi, cəsurluğu, qorxmazlığı və cəsarəti ilə daha çox seçilən Həmid Həmidli Beyləqanda dünyaya göz açmışdı. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdu. Tankçı ixtisasına yiyələndikdən sonra silahlı qüvvələrdə xidmətə başlamışdı. Tank taqım komandiri, 6 ay sonra isə xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri təyin olunmuşdu. 2019-cu ildə keçirilən ən yaxşı tank bölüyü yarışında bölüyü ilə birgə birinci yeri qazanmışdı. Tabor komandiri və kapitan rütbəsinə dək yüksəlmişdi. Tovuz döyüşləri və 2-ci Qarabağ müharibəsində qəhrəmancasına iştirak etmişdi. Cəsur döyüşçü Füzulinin, Xocavəndin, Cəbrailin azad olunmasına və igidliyə görə medalları ilə təltif edilmişdi. Xocavənddə antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksəlib. Uşaq vaxtı televizorda məsələn torpaqlarımızın işğal olmuş torpaqlarımız haqqında birləşik edəndə bir də gördüm ki, ağlayır. Deyirdim ki, niyə gəlirsən? Deyirdi ki, ata yekələcəm, mən hərbi sorarım. Çünki o gözün açıb baxanda mən hərbidəydim. Gözünü tanıyanda, o mənlə fəxr edir ki, atam hərbidədir, üstü təyinatlıdadır. Ən gözəl deyirdi, ölüm şəhadətdir. Onu da deyirdi, mənə, əgər ata kimi məni çox istənsə, mənə arzu elə. Deyib ki, atama bir dənə deyin ki, mən gülə-gülə deyib ki, mən arzuladığım məqama çatdım, amma mənim necə saxlamışsa ürəkli, mənim balalarımı da elə saxlasın. Bir dənə atama bunu çatdırım. Düşmənin raket zərbəsi ilə vurduğu tankın içərisindən özü ilə birgə 3 hərbiçi yoldaşını da xilas etmişdi. Onlarla yaralı silahdaşını döyüş meydanından çıxarmışdı. Ağır yanıq xəsarətləri alsa da sağalıb yenidən xidmətə qayıtmışdı. Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə idarə etdiyi tankla gecədən səhərədək düşmənin yüzlərlə canlı qüvvəsini, bir hərbi yük maşınını, bir tank və bir PDM-i məhv etmişdi. Axırıncı dəfə evdən çıxanda patinkasını belə bağlaya-bağlaya, hətta kövrəldi də, axıra qədər sözünü deyə bilmədi. Dedi ki, ana, hamı saymar. Bir dəfə 44 günlük müharibədə o möhkəm, ağır yaralandı, yandı. Oradan da sual verirlər, müsahibə götürürlər. Deyir ki, sən ağır yaralandın, yandın, ən çox nəyə təəssüf hissi keçirdirsən? Belə dayanmadan, heç bir tərəddüd etmədən deyir ki, təəssüf hissi keçirdiyim odur ki, son damla qanım son alınan torpağıma töklərdi. Həmidin özündən sonra 2 balası vətənə əmanət qalıb. Həmidin bir sözü vardı, yaxşı olacaq, heç vaxt neysə mən tədirginliyə salmazdı. Bir oğlum var, bir qızım. Bir də anam əmanət etdi məni. Əzənəsim. Məni ondan mən eləyib, bir-birimizdən xəbərsiz. Çox fəxr edirəm, çox qürur duyuram. O mənim qürurumdur. Evlatlarımın ən örnək alacağı insan birinci atalarıdır. Bugün Həmidli ailəsi, daha çox isə bu körpə balalar ataları ilə qürur duyurlar. Azyaşlı olmalarına baxmayaraq, onun ucaldığı məqamı dərk edirlər. Atalarının xatirələrinə sığınır, onun əşyalarını göz bəbəyi kimi qoruyurlar. Mənim üçün Həmid Həmidlinin atası olmaq böyük bir fəxirdir. Həqiqətən də bizim dövlətimiz bizim arxamızdadır. Bu dövlətdən örtü son damla qanımızı vermək də bizim üçün xoşdur. O deyirdi, bir gün bu həyətimizdə, biz darvaza deyirik də, onun üzərində bu bayraq dalğalanır.